Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənim həkim, psixoterapeut, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski insan davranışlarını dərin analiz etməyə davam edirik. Həqiqətən də bu dünyada yaxşı və pis insan anlayışı varmı? Daha çox hallarda, 90-95% hallarda bir insana qlobal olaraq yaxşı insan demək və yaxud da qlobal olaraq pis insan demək bu yanlış bir seçimdir. Məsələn, deyək ki, biri nalayiq bir söz işlətdi və yaxud da hansı nalayiq bir davranış istifadə elədi, yəni nümayiş elətdirdi. Ona görə ona pis adamdır demək doğru deyil. Düzdür, bizim davranışlarımızın çoxusu bizim necə adam olduğumuzu ifadə eləyir. Lakin burada bir neçə davranışdan və yaxud da cümlədən, sözdən söhbət gedir. Bir neçə hərəkətdən söhbət gedir. Və yaxud da bir adam dilənçiyə deyək ki, çıxardır, pul verir. Nə yaxşı adam deyə dilənçiyə pul verir. Və ya da heyvanlara yemək verir. Nə yaxşı adamdır deyə bu cürdə qiymətləndirmək düzgün deyil. Yəni, onun pərdə arxası çox dərin ola bilir. Niyə görə belə qiymətləndirmək olmaz? Çünki insanların mürəkkəb davranışları, qarma-qarışıq ruh halları, şəxsiyyət tipləri və şəxsiyyət tiplərinin xüsusiyyətləri, kimlikləri, missiyaları, dəyərlər sistemi və hədəfləri var. Yəni, insan bütün bunların hamısının qarışığından ibarətdir. Və iş orasındadır ki, bunlar da zamana görə, məkana görə, dövrə görə, yaşadığı kulturaya görə, yaşa görə, şərtlərə görə dəyişir. Yəni, eyni bir davranış müəyyən dövrdə, müəyyən zamanda, müəyyən məkanda yaxşı olduğu halda, başqa zamanda, başqa dövrdə, başqa məkanda isə pis olaraq qiymətləndirilir. Eyni deyək ki, bədən dili hərəkəti, işarə bir kulturada başqa anlama gəldiyi halda, başqa bir kulturada tamamilə ayrı bir anlama gəlir. Məsəl üçün, bu işarə, məsələn, Fransada, Tunisdə sən yəni heçsən başdan o kimi qəbul olunur. Məsələn, Yaponiyada isə bu pul vahidi kimi qəbul olunur. Başa düşürsünüzmü? Yəni, onlar tamamilə ayrı-ayrı anlamlardadır. Məsəl üçün, bu işarə Almaniyada qələbədir, Fransada bu işarə sülh deməkdir. Görürsünüz, tamamilə başqa anlamlardadır. Yəni, bu yanlışdır, bu doğrudur deyə bunu etiketləyə bilmərik. Bəzən elə davranışlar var ki, yanlış görünür, amma altında yatan dərin niyyət nədir? Əslində yaxşıdır. Bunu sizə izah eləmək üçün bir metafor danışacağım. Günlərin bir günü Zen monastırında baş rahib olur. Onun da 20 tələbəsi olur. İllərlə öz tələbələrini öyrədir, boya başa çatdırır, elmin dərinliklərinə onlara nüfuz elətdirir, şiddətsizliyi öyrədir. Və bu baş rahibin bir pişiyi olur və tələbələrin bu pişiyə gözü düşür. 10 nəfər tələbə bir başqa monastırda qalır. Bir 10 nəfər tələbə isə bir başqa monastırda qalır. Hər biri bir-birlərini qırırlar ki, yox, bu pişiyi ustad bizə verəcək. Və günlərin bir günü elə dava qırğın yaranır ki, bir-birinin qolunu, qıçını, başını, gözünü əzirlər tələbələr. Axırda baş rahib onların hamısını çağırır və hər kəsin gözünün önündə pişiyi qılıncı ilə 2 yerə bölür. Və bunlar çox böyük bir məyusluq hissi keçirdirlər və müəllimindən ayrılırlar, fikirləşirlər ki, biz bunu yanlış tanımışıq illərdən. Və ustadlar da bu aydın məsələdir ki, səslərini çox vaxt çıxartmırlar. Heç vaxt özlərini sübut eləmək, təsdiq eləmək ehtiyacı duymurlar. Və şəhərin icra başçısı, meri duyur bu hadisəni və bu rahibi işindən azad edir. Və illərlə o səssiz şəkildə küçədə oturub dilənçilik edir ki, kimsə ona 500 qəpik deyək ki, pul ata ki, o dolansın. Amma tələbələrdən biri çox ağıllı tələbə olur, gəlir, yaxınlaşır o rahibə ki, deyir ki, bəs neçə illərdir mən bu sual mənim beynimi qurcalayır da. Sən bizə bu qədər ağıl, bilik, kəramət öyrətmisən. Lakin bu pişiyi 2 yerə bölməyin heç bir ağla sığmır da. Bu necə ola bilər ki? Sən bunu nəyə görə eləmirsən? Mən bilirəm ya, bunun arxasında nəsə yatır, amma tam aydınlaşdıra bilmirəm. Ustad qayıt dedi ki, ilk öncə o pişiyin 2 illik ömrü qalmışdı. Zaten o pişik öləcəkdi.
İkincisi də ki, əgər mən o pişiyi 2 yerə bölməsəydim, siz vurub bir-birinizi öldürəcəydiniz. Yəni, mən sizi itirəcəkdim. Yəni, dərin niyyət əslində nədir? Tələbələrin özünü qorumaqdır. İndi yaxşı, gəlirik digər məsələyə. Həqiqi pis insan və yaxud da yaxşı insan varmı? Bəli, var. Lakin onun kriteriyaları elə təsdiqlənməlidir ki, bütün dünyada, kulturada, zamanda eyni, dəyişməz qalmalıdır. Yəni, kristalizə olunan bir şey olmalıdır. Təcrübələrdə davamlı şəkildə sübut olunan olmalıdır. Üstəlik də ən önəmli məsələlərdən biri təbiətin qanunlarına uyğun gəlməlidir və lazım gəldikdə isə elmi sübutu olmalıdır. Məsələn, biz deyə bilmərik ki, narkotik alverişlərin, yəni başında duran baron, yəni o narkotik maddələri ticarət edən insan yaxşı insandır. Deyə bilmərik ki, biz onu. Əlbəttə ki, bu pis insandır. Və yaxud da açıq-aşkar heç bir təmanna güdmədən, amma bu təmanna güdməyən insanlara aiddir. İnsanlara yaxşılıq edən, insanları xilas edən əlbəttə ki, yaxşı adamdır. Təbii ki, altında başqa gizli səbəblər yatmırsa və yaxud da insanlığı xilas edən adam əlbəttə ki, yaxşı insandır. Yəni, qlobal olaraq insanlara yaxşı və pis deyə belə qiymət vermək olar. Hansı ki, bir davranış, bir düşüncə, bir emosiya hər yerdə ya pis qəbul olunur, ya da yaxşı qəbul olunur. Çeşidli təcrübələrdən keçirilərək, real, obyektiv səbəblərə dayanaraq, bəlkə də təbiətin qanunlarına, bəlkə də elmi araşdırmalara dayanaraq. Ona görə çox vaxt insanları tanıyarkən yanılırıq. Yəni, yaxşı zənn etdiyimiz insan görürük ki, məsələn, çox gözəl geyinib, çox kübar davranır. Fikir veririk ki, görünüşünə söz ola bilməz də, danışığına söz ola bilməz. Hər kəsə güya yaxşılıq edir, hər kəsin dadına çatır. Lakin arxa planda səndə psixopat imiş, zülmkar imiş. Yəni, təkcə bir neçə davranışa görə, müəyyən müddət sənə yaxşı davrandı deyə, müəyyən zaman, deyək ki, xoş təəssürat bağışladı deyə, sən onu yaxşı insan olaraq da etiketləyə bilmərsən. Və yaxud da bir insan sənə kobud davranır, acılayır, bəlkə də söyür, sən onu pis insan deyə də etiketləyə bilmərsən. Yəni, bir insan qlobal şəkildə dəyərləndirilməlidir. Bütün kimliklərdə dəyərləndirilməlidir. Yəni, bu atasına, anasına qarşı onun münasibəti necədir, heyvanlara qarşı münasibəti necədir, pulla münasibəti necədir, qonşusuna, dostlarına qarşı münasibəti necədir, çətin zamanda münasibəti necədir. Yəni, bütün bunlar hamısı cəmlənərək bir insanın pis və yaxud da yaxşı insan olması barədə bir, deyək ki, fikir yürütmək olar. Qlobal olaraqdan söhbət gedir. Lakin yenə də deyirəm, bunların özləri də dəqiq deyil. Nəticə etibarilə, yəni, yenə də mən sözümün üzərində dayanıram, %90-95% hallarda insan özü nə pisdir, nə də yaxşıdır. Onun davranışları pis və yaxud da yaxşı olaraq qiymətləndirilə bilər. Diqqətinizə görə minnətdaram. Sağ olun.